Yəni hədislərdə də var ki və rəvayət edilir ki, imamın 313 həqiqi inananı olsaydı zuhur edərdi. Yəni bu onun zuhurundan əvvəl və xüsusən də zuhurundan sonra planetimizdəki 1,8 milyard müsəlmanın möminlər olmadığını və ya dinlərində, inanclarında bir səhvlik olduğunu göstərir. Əslində 313 belə həqiqi mömin olsa, yəni canından, övladından, hər bir şeyindən keçib imama tam təslim olacaq 313 nəfər olsa deyir, imam zuhur edər və imam da o cür xas möminlər olduğu üçün zuhur etdi. Və biz qeyd edək ki, 23 yanvar 2015-ci il cümə günü Sədiyyə kralı lənətli Abdullahın öldüyü gün İmam Zaman ağamız zuhur etmişdi. Yəni bu zuhurda onu göstərdi ki, onun həqiqi saf möminləri var və siz bayaq bir sözdə qeyd elədiniz ki, hədislərdə var ki, zuhurdan əvvəl Yəmani və